5-ci suala baxaq. İki şardan biri hidrogen qazı, digəri isə karbon qazı ilə doldurulmuşdur. Bu şarları yuxarı qaldırıb əlimizdən buraxsaq nə baş verər? Deməli, biri hidrogenlə doldurulub uşaqlar. M hidrogen bərabər neçəyə? 2-yə. Digəri isə karbon qazı ilə doldurulubdur. M CO2 bərabərdir 12, üzərinə gəlsin 16 vursun 2, 32, 12-nin də üzərinə 32 gəldim, aldım 44. Havanın orta molyar kütləsi təqribən neçə idi uşaqlar? 29 idi. İndi biz görürük ki, hidrogen 29-dan kiçikdir, karbon qazı isə 29-dan böyükdür. Hidrogen havadan yüngül olduğuna görə o neyəcək? Yuxarıya doğru qalxacaq. Karbon qazı nədir uşaqlar? Havadan ağırdır. Havadan ağır olduğuna görə bu karbon qazı aşağıya doğru enəcək. 6-cı suala baxaq. XH4 qazının hidrogenə görə nisbi sıxlığı 8-dir. X-in nisbi atom kütləsini hesablayın. Baxaq. Deməli, hidrogenə görə nisbi sıxlıq veribdir. D hidrogen bərabərdir. X qazı dediyi üçün, XH4 qazı dediyi üçün M, XH4. Hidrogen neçədir uşaqlar? MH2 yazıram. Hələ ki. Yazdım. Nisbi sıxlıq verib 8. 8 bərabərdir. M, XH4 bölünsün. Hidrogen molyar kütləsi 2-dir. Buradan da XH4-ün kütləsini nə aldıq uşaqlar? 16. İndi bizdən X-in nisbi atom kütləsini istəyir. X-in nisbi atom kütləsini necə tapa bilərik? Bu ümumi X üzərinə gəlsin 4 vurulsun 1, 4-dür. Alındı 16. Buradan da X-i taparıq. 16 çıxsın 4, yəni 12-yə. X-in də nisbi atom kütləsi nə olacaq uşaqlar? 12-yə bərabər olacaq. 7-ci suala baxaq. Qazların sıxlıqlarının artma ardıcılığı düzün cavabınızı əsaslandırın. Niyə əsaslandırın deyil? Ona görə deyir ki, rho bərabər idi, kütlə bölünsün molyar həcmə. Uşaqlar, sıxlıq molyar kütlədən necə asılıdır? Düz asılıdır. Çünki Vm özü sabit kəmiyyətdir, 24-ə bərabərdir. Burada biz sıxlığı müqayisə ediriksə, deməli elə molyar kütlələri müqayisə edərək sıxlığı da müqayisə eləmiş olacağıq. Baxın, azotun molyar kütləsi neçə olar? 14-ü 2-yə vurdum, aldım 28. Oksigenin molyar kütləsi neçə olar? 16-nı 2-yə vurdum, aldım 32. 12 üzərinə gəlsin 4, 16. 12 üzərinə gəlsin 16 vurursun 2, 32, yəni 44. Yəni, molyar kütləsi böyük olanın sıxlığı da böyük olmuş olacaq. Bunları da müqayisə eləsək, 4 böyükdür 2-dən, böyükdür 1-dən, o da böyükdür 3-dən. 8-ci suala baxaq. 1 mol karbon qazı və 3 mol dəm qazından ibarət qarışığın sıxlığı eyni şəraitdə hansı qazın sıxlığına bərabərdir? Baxaq uşaqlar. Bizə 1 mol karbon qazı verib, 3 mol da dəm qazı veribdir. Karbon qazı yazılır CO2 şəklində, dəm qazı yazılır CO şəklində. Hansı qazın sıxlığına bərabərdir? Əvvəlcə biz neyəcəyik? Orta molyar kütləsini tapacağıq. M orta bərabərdir. N1 vurulsun M1, üzərinə gəlinsin. N2 vurulsun M2, bölünsün maddə miqdarı, mol miqdarlarının cəmi. 1 mol karbon qazıdır. 1 vurulsun karbon qazı 44, üzərinə gəlinsin. 3 mol dəm qazıdır. CO neçə olur uşaqlar? 12 üzərinə gəlsin 16, 28. Mol miqdarlarda 3 üzərinə gəlsin 1 olar 4. 44 üzərinə gəlinsin 24, 28 vursam 4 olar 84. 44 üzərinə gəlsin 84 bölünsün 4. Bizə dəqiqə 32. Buradan aldıq M ortanı 32. İndi biz nə dedik? Rho bərabər idi, M bölünsün Vm idi. Bu sabit kəmiyyət olduğu üçün biz sıxlıqları müqayisə eləyəndə molyar kütlələri taparaq sıxlığı müqayisə eləmiş ola bilərik. Bunun ümumi molyar kütləsi oldu 32. Azotu tapsam 14'ü vurdum 2 oldu 28. Oksigen 16'nı vurdum 2 32. 12'ni vurdum 2 24. 24'ün üzerine 6 geldim 30. 12'ni vurdum 3 36. 36'nın üzerine 4 geldim 40. 32'nin üzerine geldim 32 aldım 64.
Hansını 32 tapdıq uşaqlar? Baxın, açıq aydın görünür ki, oksigenin molyar kütləsi aldığımız maddənin molyar kütləsinə, yəni sıxlığına nə olacaq? Bərabər olacaq. 9-cu suala baxaq. 1 mol metan 0,125 mol X-in kütlələri cəmi 1 mol oksigen qazının kütləsinə bərabərdir. X-in nisbi molekul kütləsini hesablayın. Baxaq. Uşaqlar, 1 mol veribdir. Mol veribsə, enimiz məlumdur. 0,125 mol veribdir. Burada da en məlumdur. Metandır və X-dir. Kütlələrimiz də demək olar məlumdur. Bizim düsturumuz nə olacaq? En bərabərdir. Mol miqdarı vurulsun molyar kütlə. Birincidə 1 mol metan verib. 1 vurulsun. Molyar kütləsi 12 üzərinə gəlsin 4, 16 olar. 0,125 moldur. Onun kütləsini bilmədiyimiz üçün X yazırıq. Deyir ki, bunların cəmi 1 mol oksigen qazının kütləsinə bərabərdir. Yenə də 1 mol veribdir. Oksigen qazımız neçədir? 16 vurulsun 2, 32-dir. Olacaq 32-yə bərabər. İndi gəlin bu hissəni hesablayaq. 16 üzərinə gəlsin 0,25 qız bərabərdir 32-yə. 32-dən 16-nı çıxdım 16. 16-nı da böldüm 4-də 1-ə. Aldıq 64. Bu qədər. X-in də olduğu nisbi molekul kütləsi neçə uşaqlar? 64. 10-cu suala baxaq və yekunlaşdıraq. Çünki videomuz çox uzun oldu. Ümid edirəm ki, bütün hissələr sizə aydın olur uşaqlar. Məişətdə istifadə olunan qaz balonlarında əsasən propan və butan olur. Bu mətbəxdə bu balonlardan sızmanın olması təhlükəlidir. Çünki bu qazlar mətbəxin aşağı hissələrində yığılır, kiçik qığılcımdan alovlanır, partlayış əmələ gətirir. Nə üçün bu qazlar mətbəxin aşağı hissəsində yığılır? Cavabımızı əsaslandırın. Aha. Bizə nə veribdir? Propan veribdir, bir də butan veribdir. Gəlin əvvəlcə propanla butanın molyar kütləsini hesablayaq. Görək neçə alırıq. 12-ni vurdum 3-ə 36, 36-nın üzərinə 8 gəldim, 44 aldıq. Butanı da hesablasaq, C4H30-ün 12-ni vurduq 4-ə, 48, 48-in də üzərinə 10 gəldik, aldıq 58. Uşaqlar, biz nə görürük? Nə üçün bu qazlar hər ikisi deyir, düzdürmü? Uşaqlar, biz görürük ki, bunların hər ikisinin molyar kütləsi, havanın orta molyar kütləsi neçədir uşaqlar? 29-dur. Biz də görürük ki, bu aldığımız qazların orta molyar kütləsi havanın molyar kütləsindən böyük olur. Bunlar hər ikisi havadan ağır olduğuna görə nə olacaq? Sızma zamanı bu qazlar yuxarı qalxmayacaq, çünki havadan ağırdılar. Onlar nə edəcək? Mətbəxin aşağı hissəsinə döşəməyə yaxın yığılacaq. İzahımız da buydu. Çünki onların hər ikisi havadan ağır qaz olduğuna görə onlar yuxarıya doğru qalxa bilmirlər, aşağıya doğru, döşəməyə doğru çökmüş olacaqlar. Ümid edirəm ki, izahımız aydın oldu uşaqlar. Aydın olmayan hissənin hər birini rəy bölməsində qeyd edərsiniz. Bununla da biz birinci bölməni yekunlaşdırmış olduq. Kanala dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.